Bizim bəzi müştərilərimiz var ki, yığırlar ki, bizə səlqəli ev lazımdır. Xeyir iş eləyəcəyik, toy eləyəcəyik. Və həmən ev budur. Evimiz 2 otaqlıdır. Çox səliqəli bir. Yəni bu ev sahibi bu evi satmaq üçün nəzərdə tutmayıb. Yəni sırf xeyir iş üçün nəzərdə tutub. Bax, çox gözəl evdir. Özü üçün təmir elədiyi bir evdir. Və mən bunu deyirəm, mənə çəkən qardaş gülür. Sən gülcünən. Bax, alıcılarımızı özü gələcəklər, bu mənzillə tanış olacaqlar. Çox gözəl təmir olunubdur. Bura qonaq otağıdır. Qonaq otağı gördüyünüz kimi çox genişdir. Mənzilimiz Qurtuluş 90 yaşayış kompleksində yerləşir, 6 mərtəbəli binanın hündür 1-ci mərtəbəsində. Nəzərdə çatdırım ki, mənzilimizin yeri istipolla təchiz olunubdur. Binamız tam yaşayışlıdır. Kompleksin ən möhtəşəm bir ərazisində yerləşir. İndi sizə mənzilin yataq otağını göstərirəm. Bura mənzilimizin yataq otağıdır. Tam dolu evdir, səliqəli bir evdir. Hər kəsin, mən belə fikirləşirəm ki, zövqünə bir uyğun evdir. Bura yataq otağıdır, yataq otağı da olduğu qədər genişdir. Yəni taxtdır, şifanerdə yerləşəcəkdir. Dəyərli izləyicilər, mənzilimizin sahəsi 54 kvadratdır. Mənzilimizin buradan bir ötərici göstəriclə belə bir balqonu da var mənzilin. Mənzilimizin balqonu da bağlanıb, ev sahibi bağlayıb ki, ora komizat qoyulacaqdır. Mənzil sahibi bağlayıb balqonu. İndi sizə mənzilimizin giriş hol hissəsi ilə tanış edirəm. Mənzilimizin giriş qapısı dəyişilib, sef qapı qoyulub. Bura giriş hol hissədir, yer istipolla təchiz olunubdur, tam doludur. Çox səliqəli bir mənzildir. Kompleksdə məktəb, bağça fəaliyyət göstərir. Nəzərdə çatdırım ki, 24 saat mərkəzi istilik sistemimiz var. Bura mənzilin mətbəx hissəsidir. Mətbəx də demək olar ki, zövqlə təmir olunubdur, zövqlə yığılıb avadanlıqları. Qoxna məbeli sona qədər yığılıb. Xaladennikin yeri soyuducumuzun. Paltar yuyan maşınasının yeri tam dolu. Yenə deyirəm ki, yer istipoldur. Bəzi müştərilərimiz var, deyir, koridor istipoldur, mətbəx istipol deyil. Yox, hər bir gördüyünüz sahələr istipolla təchiz olunubdur. Mənzilimizin belə bir sanitar qovşağı vardır. Sanitar qovşağı da tam dolu təchizat. Binamızın qaz xəttləri yeni çəkilibdir. İnşallah qaz xəttləri çəkilib, sayğaclar quraşdırılıb. Yaxın vaxtda kompleksimizdə qaz da olacaqdır. Məktəb bağçamız vardı inşallah. Marşrutumuz var. Marşrut binamızın yaxınlığından keçir. Əcəmiyə, Şamaxınkadan keçir. Nəzərdə çatdırım ki, mənzilin ilkin qiyməti 86 min manatdır. Real alıcılara inşallah endirim olacaq.